Problemi hələ görmür əsas. İndi o alış-veriş prosesi bitəndən sonraki alış-veriş heç bir nəticəyə gəlib çıxarmır. Portikalan bağlanır. İnsan düşür nəinki mərkəzliyə, bayırda da. Belə bir məqama gəlib çıxır ki, valideyn söhbəti inkar edirsən, aqressiya göstərirsən, şərtlər qoyursan, deyirlər yox. Gəlir çıxılmazda gəlir, insan düşür depressiyaya. İzolyasiya, degradasiya. Degradirovat nə deməkdir? Degradasiya isə. Bir var cəmiyyətin normal insanları, sinif yoldaşlarımız var idi, iş yoldaşları, kollektiv, normal da xalqın uşağı. Belə deyək də. Normal insanlar evində, eşiyində, keyfiyyətli həyat yaşayan insanlar, cəmiyyətin axarı. Sən bunlardan degradirovat olsan, yəni bu axardan sürüdən çıxırsan da, belə deyək də. Həmin o insanlardan, o kruqdan çıxırsan qırağa, degradasiya olursan, neysə, filan kəsdir, deyəndə ki, sən filan kəs niyə axtarmır? Abi, sən kim? Bir dənə onda zamaşqa tapırsan da, o filandır, nə bilim, paxıldır, nə bilim, acgözdür, filan vaxtı filan kəslə filan elədir. Bəhanələr ki, özündə axtarmalısan axı problemi ki, tutaq ki, Əlidə var problem, tutaq ki, Vəlidə var, tutaq ki, Mahmud pisdir, tutaq ki, o birisi də. Nə oldu? Sən bir özü araşdır da gör, sən niyə bu insanlardan düşürsən ara-ala, degradasiya niyə eləyirsən? Elə bəzi məqamlarda tutursan, çəkirsən izolyasiya. İzolyasiyada evin içində, ya kimin evi yoxdursa padvallarda, ya nə bilim, hansısa bir pritonlarda, yəni düzgün istiqamətə gedməyən, uğursuz, nə bilim, yəni sonu düzgün nəticələnməyən bir kuruqların içində. Təəssüflər olsun ki, bizim həmaslı valideynlərimiz bizim istifadəmizi davam etdirmək üçün özləri bilmədən, istəmədən komfort yaradırlar. Nəyə gətirəm? Statistik uyğundur, bizim mentalitetimiz belədir, valideynlər bizdən imtina eləmək istəmir. Amma digər ölkələrdə bu reabilitasiya mərkəzinin rəhbərləri, mütəxəssislər olan insanlar valideynlə bir müddət ünsiyyətdə olanda onun bu qəbul etmə nəticəsinə gəlmək üçün tezləşdirmək prosesi. Bəzi müəyyən proseslər var ki, bütün istifadədə olan evladının komfortunu əlindən almaq lazımdır. Valideynlər var ki, valideynlər. Hansı ki, məsələn, övladı mərkəzdədir, valideyn çöldədir. Narkoman deyil ki, alkoqol ağlı başında olan bir insandır. Vallahi deyirəm, mən çox vaxt çətin gəlir valideynlə işləmək. Valideyndə də inkar mexanizm var. Özü qəbul eləyənmir ki, adam oturur, robotu yazır, deyir, qardaş, mən 15-20 ildir istifadə edirəm. Ana deyir ki, yox, mənim balam 6 ayda istifadə edir. Bizə necə inkar mexanizmdə, bu özünə qəbul eləyənmir ki, mən tərbiyə elədim, uşaq 10 il narkotik edə bilər, ya 15 il edə bilər. Minimalizasiya edir, kiçildir problemi. Plus da ki, özü bilmədən övladının sponsorudur, pulunu buraxır. İndi məsələn, reabilitasiyanı keçəndən sonra başa düşürük bizim valideyn. Biz də köməkli göstərməliyik ki, o valideynlər də düzəlsinlər. İndi baxın, Rusiyada, başqa ölkələrdə, yəni inkişaf etmiş ölkələrdə necədir? Həmin o mexanizm başlamır, inkişaf. Sizə qapını bağlayır, qardaş. Atır bunu çölə. Basketbolist kinosuna baxmışsınız mı? Yeni basketbolist də. Görsünüz necə? Ana ağlayır qapının orasında, özü balasıdır. Amma nə varsa, ona o məlumat verilir, buraxmır evə. O mexanizm başlayan kimi. İndi siz baxın, bu var ha, depressiv hala gəlib çıxana kimi. Bir dənə öz həyatınızı, bir dənə yadınıza salın. Bax, məsələn, qaqam, işləyirdin, pul, maşın, bax, sən həmin inkardaydın. Amma bəzi məqamlarda tuturdun da problem var. Bayaq mən qardaşlara söhbət edirəm, elə ki, mən 2000-ci illərdə başlamışım da. Həmin dövrdə yığılırdı, bir dənə bağ evi vardı ora. Bir qaqaş vardı, gəlib gedirdi yanımıza, altında maşını o vaxt 2000-ci illərdə altında qırmızı 07, nə deməkdir, Rubin 07-si, işi gücü, normal, ailəsi, uşağı, bağı, hər bir şey. Biz həmin vaxtda rozu yaşıyorduk da, yəni istifadə edir. Mənim yadıma gəlir, bu bir neçə aydan sonra gəldi, gördüm bu əli sarıqlıdır, nəsə bağlayıb əli. Bir maşın da yox. Özdə dövlət işində normaldə işləyirdi, yaxşı vəzifəsiz adı vardı, ali təhsil. Bu gəldi, elə belə pis gündə, ağrıda da, lonkada da gəldi, istifadə elədi. Oturmuşuq elə bağlı pisetka kimidir, dostumuzun bağlamımız yığılmışıq oraya, pastanı da orada istifadə edir. Bu deyir ki, mən özümü öldürəcəm. Mən özümü öldürəcəm də, yəni bu tutub, bu temal tutub ki, bu nəsə başqa bir şeydir. Yəni o dövrlərdə məştağa yox, dərman yox, heç bir şey yoxdur, sən ancaq bunu eləməlisən də, ağrıdan belə. Mən özümü öldürəcəm, biz ona baş qoşma. O adam qardaş 2 gündən sonra işləyir ki, özünü asıb.
Yəni bir şey deyir, asmağa da ürək lazımdır bu. Nə ölən kimi ölürük, nə qalan kimi qalırıq. İndi bax, bu mexanizm var, inkar, aqressiya. Bax, bu gəlir, bu bir günə baş vermir, qardaş. Bəli. Bu bizim həyatımızın 10 il, 20 il gedişatıdır. İndi bir də empati hissi qurun. Bunun hamımız razılaşdıq da, qardaş, bunun hamımız yaşamışıq. 2 il inkarda olmuşuq, məsələsində 3 il aqressiyada olmuşuq, 4 il alış-veriş eləmişik, bir ildə depressiyada olmuşuq da, hə? Bizim əzizlərimiz ölür, qardaş. Ata, ana, övlad, yaxınlar. Biz bunu eləyə-eləyə, biz bu halları yaşaya-yaşaya, biz bunu cəhənnəm, heç olmasa kayıfda, içkin təsiri altında, narkotikin təsiri altında, bunu bizim anamız, atamız, əzizlərimiz ayıq başına yaşayır, qaqa. Ayıq başına. Bəli. Bunlar necə infarkt olmasınlar? Bunlar necə şəkər tapmasınlar? Bunlar necə davleniya tapmasınlar? Hə? Ayıq başına yaşayırlar, qardaş, bizlə bərabər bunları. Bununla da bərabər gedirlər, işləyirlər. Baxın, biz həmin bu prosesdə alış-verişlə depressiyada əmək qabiliyyətini itiririk, qardaş. Bəli, Getdi. Məndə elə bir məqama gəldi, çatdı ki, sən bombasan, bir dənə. Sən oğurluq, ya bariqalıq edirsən, ya oğurluq edirsən, ya nə qədər evdə adam var, evində bacıdan dartır, qardaşdan dartır, nə bilim, ananın pensiyasından dartışdırır, oradan dartışdırır, buradan dartışdırır. Yəni, çox vaxt oğurluq, badvallar, nə bilim, ona bir attın, bunu attın, ya kimdənsə tema götürdün, bölüşdürdün, ona bir dənə çet, buna bir dənə çet, ona bir dənə, var belə, o depressiya halına gəlib çıxanacaq bütün yaşadıqları bu proses var. Hamısını yaşayırsan da, nə hamısı öz istədikləri yavaş-yavaş xırda-xırda nail olursan, bu tükənir. Yəni sənin temaların, variantların, təklif etdiklərin doğmalarına ki, bir bu sağalmayasan da, davam eləyəsən istifadə, yalanların, manipulyasiyaların tükənir. Depressiyadan sonra, o ki, çıxış yolların bağlıdır. Məndə gəldi elə bir günə gəldi, çıxdı ki, mənim heç istifadə etməyə marağım yox idi. Yəni, mənəvi tam ölmüşdüm, emosionalım tükənmişdi. 0, 0. Heç nə istəmirdim həyatda, heç nə də məni sevindirmirdi, heç bir şeydən zövq almırdım. Bax, o hala gəlib çıxana qədər anam bir il mənə deyirdi ki, reabilitasiya mərkəzi var, gəl, get. Dedim, qışda mənə dedi yeni ildə, dedim, Novruz bayramında gedərəm. Qışda sonra Novruz bayramında gedirim, biraz özümə gəlim, yaxşı. Novruz bayramı gəldi, geçdi, dedi, gəl də get Novruz bayramı. Dedim, ad günümdə gedərəm, ad günüm yaydadır. Ad günüm gəldi, dedi, gedirsən, vaxtı gedir. Dedim, sənin ad günündə gedərəm, ad günü sentyabrdadır. Sentyabrda ad günü gəldi, dedim, yeni ili yola verim, gedərəm. Bir il getdi. Bir il yenidən mən istifadəmi dayandırmadım da, istifadədə oldum. Bir də ayıldım ki, həqiqətən bu sözü mən gəldi təkrar eləmək istəyirəm ki, Novruz bayramında gedərəm. Bir il bundan qabaq eyni mən söz demişəm də, o xırda-xırda Allahın nəzəri ki, sənin üstündədir, o sağlam düşüncəni zeyni açılma momentlərlə göndərir sənə. Bir dənə düşün, stop elə də, bir il bunu geçdiyə bir il. Nə dəyişdi? Heç nə dəyişmədi. Yenə də yalan danışacaqsan, bilirsən axı getməyəcəksən. Üstəlik gəldim elə bir, həmin an üst-üstə düşdük, heç bir şeydən zövq almıram. Həvəsim yox heç nəyə. Ölürəm də bir də belə. Живой trup deyirlər ruslarda. Sağam, amma ölü kimiyəm. Belə gətirdim. Bunu mən sözü səsləyəm. Bu nə qədər boğuluq içində, belə deyim. Kəndiri deyirsin. Hər şey var da, yəni problem yox. Yəni, biri otur bağlıyır. Gələ, görürsən? O, belə deyir. Bilmirdim, nə düşünürəm. Təsəvvür evdə mən 24 saat kamera qoyub çəkirlər. Baxmışam, 24 saat. Neyinirsən? O şuuraltı sən bilirsən, sən səhv yoldasan. Sadəcə inkardır da. Defektlərini qoymur da. Defektlərin, egon səni qoymur ki, bu sən problemin yedizdirmirsən, xəstəliyi yedizdirmirsən. Xəstəlik deyəndə xarakter qüsurları var. Egovu, egosentrizmi, sonra tərslik. Bunların hamısını yedizdirmirsən, tərslik. Hamısını yedizdirmək bu sənə imkan vermir ki, gəlir, sən gəlir sağlamsın. O şey var, ürək
yoxlayırlar, kardioqramada gəlir də. Kardioqram. Dedi, qızıq eləyir, gedir. Yoxdur axı, başda sağlam informasiya, sağlam məlumat yoxdur ki, o sağlam gələndə danq onu tutasan, bir analiz eləsən ki, hə, mən çıxış yolunu necə tapam? Hardan başlayım? Necə eləyim? Dağıdımısan, həyat cırıq-cırıqda oturmusan, bilmirsən ki, gələndə də o bızıq da gələndə bilmirsən hardan başlayıb, hardan qutarsan. Sən söyle getdi, sabah yaxşı olar. Hə, sabah yaxşı olacaq, hə. Sabah ertələdi. Baxırdı kamerada özünə Ertələdi, görür sabah ki, yaxşı olar. o dövr. Biraz yaxınızda. Ben bir dənə iş tutuzduracağam. Bir dənə işimi tutuzduracağam normalni. Yəni onu alacağam, buna verəcəm. Üstü moyka açacağım, altında da çay evi. Gecələr qururuq axı. Gecədən biznes qururuq. Səhər ayırıq ki, heç nə yoxdur. Və bu anar Qaydı müəllim sən realıq acayip. Nə moyka, nə çay evi, heç nə yoxdur. indi bax, Tamam niyə? Dən qaqaşa sən geriyə görə. Bir də martasan. Canım mənim. anar müəllim bölüşdü ya Gəlirəm. ki, dostu var, tanışı var idi ki, özünə qəsd elədi, öldürdü özünü, düzdür? O dərin depressiyaya düşüb çıxmadı. Xarakteri. O hər adamın İndi bax, bir yer içində ölür, özünü Ay öldürür. sağ ol. İndi biz bu depressiyada kim bir ay, kim 2 ay, kim 1 il yaşayıb o depressiyada. Amma o cəsarət toplamayıb da, o xarakter Mən o yoxdur ki, depressiyada kəs ev, eləyəsən. reabilitasiyona keçdim, getdim ev, mən pul yox, bir şey yox ki, ev dəyişəydi. Yəni eyni evə gedirəm axı. Mənim o kravat, şkaf, bütün evin hava-havası mən neçə illərlə həmin o depressiya, necə ağrıda girirsən evə, qapanırsan, ay sən sistem qoşurlar. Ay da bu dəfə arada evi manipulyasiya eləmək üçün girirsən axı evə 5 günlərlə izolyasiyada qalırsan ki, güya düzələsən də yaxşı olacaq, ki, ağıllı balasan. Yəni o şeylər mənə bir dənə trigger verdi. Axırda mən pul yığdım neçə ildən sonra. Evi bütün hər şeyini dəyişdim. Aboyuna kimi, onunla kimi, mebelinə kimi ki, mənə konkret qardaşım, o mebellər, o şeylər mənə necə yaddaş verdi, o depressiyada mənim divanda üzrə. Təsəvvür sənin övladın, ailən, uşağın var. Sən də illərlə depressiyada 4 gün, 5 gün çıxmırsan çölə, girmirsən evin içinə. Ata ağrıyır. Amma sən yoxsan, ailədəsən, evdəsən, amma yox kimisən. Yoxsan, heç getdin ayaq yoluna, gəldin, girdin otağa. Dank söndün, qalma. Bu depressiyanın sonu gəlir qərbə. Bu gedir illərlə. 1 il, 2 il, 3 il, 4 il, 5 il, 6 il, 10 il, hələ də bir cür. Haçan yaşayacaq, bəs biz? Gül kimi hava, gül kimi. Həyatda 3 dənə şey haramdır. Allah elə yaradıb ki, yerirsin. 3 şey haramdır. Gör nə qədər halallar var. Və bu halallar biz açın. Ya mən çıxım qaqaş, mən içəcəm. Biri düşür, evdəkilər yığır. Diyanını görür, mən çıxacam, yenə eləyəcəm. Belə gör evdən acıqsın. Bu nə danışıqda var. Yəni depressiyadan bir söz deyil, narahat biraz günləri. Mən bu depressiya halı həqiqətən canlı yəni yaşayanlardan. O dediklərini nə deyirəm, canlı yaşadıqlarını. Gəldiyim 26 il gəlmişəm də, bilməm, neçə il. Təsəvvür edin ki, mən 4 yaşlarında üzmüşəm. Özümü öldürməyə və yer çıxmışam. Olmasa oradan qaytararsınız. O əslində zər olmalıydı. Zər çıxmalıydı. Ürəyimsən, eybi olmaz. Çox problemdir, o həll edir. O bilsən nədən irəli gəlir? Bax, məsələn, gəlib düşürsən ya, məsələn, bax, əslində necədir? Problem var. Gəlmirsən, gəlmirsən də, su qəbullansa, gəlmirsən ki, problem var. Burada qapalı şəraitdə əslində baxanda pis şeylər baş vermir də. Yəni insan yaxşı şeylərlə özünü qaytara bilər də. Bax, ən azından pulun getmir çöldə, tutulma ehtimalın yoxdur. Yaxınların, əzizlərin zülm çəkmir. Belə tok götürəndə bir şey ki, yeməyə gətirib qabağına qoyurlar. Yəni rahatçılıq, belə tərəfdən. Maariflənirsən, bax, qrupda oturmuşuq, danışırıq, maariflənir. Burada olan bir mövzular var ki, hansı ki, həyatımızda tətbiq eləsək daha gözəl uğur qazana bilərik də. Amma bizim bioloji tərəf nədir? Sən həmin o patı var, sənin beynində olan xoşbəxtlik hormonundan o qədər cib dağıdıb ki, səni xoşbəxt eləmir. Gəlirsən, burada sıxılırsan. Onun da bərpasına vaxt lazımdır, zaman lazımdır. Yəni bu mənim əlimdə olan bir şeydir, bu Allahın əlində olan bir şeydir. Yəni yatırsan, durursan, beyin başlayır dincəlməyə, başlayır o hormonlar xırda bərpa olmağa. Ona görə gələn sıra sıxılır ki, elə bilir ki, bir dənə mən problem reşotkadadır, problemlə mansarddadır, problem nə bilim turaldadır, anardadır, ağasəlimdədir, yox. Amma insan birinci problemin fərqini özündə varmalıdır ki, mən bu problemi mən yaradıb gəlmişəm. İndi bu problemi necə həll edək? Başlayaq qardaş köməklik edək, birimizə dəstək olaq, bu problemdən çıxaq.
O qəbul edəndən sonra, mərhələnin sonu ki, Aysa. sağalma hardan başlayır ki, sən həqiqətən də xəstəliyi, yəni problemi qəbul edirsən və çıxış yolları başlayırsan axtarmaq. Təəssüflər ki, reabilitasiya mərkəzə gəlməmişdən qabaq 99% insanlar bu problemi qəbul etmir. Gəlib həqiqi reallıqla bu prosesi bir də burada yaşayırsan. Bəli. Bəli, özün gəlmisən, barışmısan, itaətkarlıq göstərmisən, nə bilim, hansısa başında yenə də planlar qurmusan, amma gəlirsən mərkəzə daxil olanda, reabilitasiya mərkəzi qapalı şəraitdə sənin evdəkilərin, burada ətrafında olan insanlar sənin eyni xəstəlikdə olan insanlardır. Eyni həyat tərzi yaşayan insanlardır. Eyni ruh cürbəcür bədənlərdə. Təcrübəsi səndən daha çox, ayıqlığı səndən də çox. Sən ona sözü deməkdən qabaq o bilir sən nə deyəcəksən. Bu prosesi yaşayıb, təcrübəsi də çoxdur. Burada ona görə... Çoxun da gələndə valideyn belə, oğlum deyir, sən necə yalancıdır, necə tülküdür deyir. Allah, deyirəm anam, deyəmirəm ki, mən ondan tülküyəm. O yolu mən də keçmişəm də, yəni. Aslı adam elədir ki, hamını alladır. Ən çox da özünü alladır. Özümüzü allada gəlib çıxmışıq da bu dərəcəyə, hə? Yəni beynimizin mexanizmini, beynimizin sxemlərini elə qurmuşuq ki, özümüzü də inandırıb, özümüzü də aldatmışıq yəni, hə? Bu dərəcəyə gəlib çıxmışıq. Deyir, aslı insan özünü aldatmaq üzrə olimpiya çempionudur. Yəni biz özümüzü o qədər aldatmışıq ki, gəlib düşürük reabilitasiyaya, proses nəyə görə? Yatsaydınız yuxunuza girərdiniz ki, yəni bu həyatı yaşayan insanlar sizə kömək olub, sağlam düşün. Neçə surokda da olmuşsan, detoksda olmuş, yatsaydın yuxuva girərdi ki, sənin kimi də elə səndən eyni yaşda bir insan, narkoman sənin sağlam həyatı qaytarar. Mən yatsaydım yuxu, mən birinci yan dalımdan nə danışsan, narkoman, məni narkoman sağaldacaq. Ya. O borka zor başı dəli olurdum, zəhləm gedirdi o borka eləmədi. O zavtırıqdan sonra o borka eləyirsən, ayda, Allah elə bir adamı söyüb qaçırlar. O şvabrazat üstündə qırğın, gizlədirdim şvabra. O bork mən buna baxalan, narkomanlar zat dəli olurdum, söyürdüm hamısını, qırğın dava düşürdü ki, nədə ana narkomana baxalan mənə və ki öyrədəcək. Amma itoq nədir? Mənə nə lazımdır? Narkoman, mən bu həyatı yaşayıb görən insan, mən başqa yerdə olsaydım, hər bir variantdan çıxardım aradan. Hər bir bəhanə ilə çıxardım aradan. Çox bilir ya. İstədiyimizi əldə etmək üçün min cür yol əl ataraq giriş bir nəticə əldə Gəl mərkəzə düşəndən sonra, indi Ağasəlimin sözünə qoy, gələndən sonra biz elə bir ki, oluruq uşaq. Buranın uşağı da, evdə ata-anaya necə eləmişik, hər köyüncülüyüm, nə fikir verim təzə gələndə. Ona görə bölürlər də bu mərhələni, birinci uşaq olsan, sonra böyük, sonra qocada, yaşlar, müdürləşir. Yəni bu mərhələdə də evdə necə ərköyün, uşaq kimi gəldi, burada da olur. Məsələn, o valideynlərlə də, biz təsəvvür biz son valideynlə də, bax, telefonla danışanda bunu deyə bilərsən, sənin buna hazırlığın olsun, səndən belə danışsa, bunu belə elə ki, valideyn də sağalmalı, valideyn də düzəlməlidir. Çox vaxtı nəyə görə tez-tez qoymuruq da danışma. Danışanda çünki valideyn də bilmədən negativ edirlər. Həri, bilmədən ötürürlər negativi. Həmaslıdırlar da, onlarla ayrıca bu xəstəliklə bağlı maarifləndirici söhbətlər baş verir. Sizin davamlı şəkildə ayıqlığınızı artırmaq üçün, sağalmaq üçün sizin doğmalarınızla eyni işləmək lazımdır. Söhbət nədən gedir prosta? Bu prosesi mərkəz daxili yenidən yaşadıq. Əfsuslar olsun ki, elə var rezidentlər ki, bu depressiyada ilişib qalır. Sözdə qəbul etmə var, problemi qəbul etməz. Sağalma bildikdə dəyişmək, yəni ancaq problemi qəbul edəndən sonra. Sözdə var, amma daxilində o depressiyanı yaşayır. Oturup... Məsələsini mən də o depressiyanı keçmişəm. Qəbul da həqiqətən də özümdə analiz elədim. Qardaşlarım, danışıram da həqiqətən də sabahlı bir adamlar ayılırsan da, yavaş-yavaş açılır. Çoxsu yerimizdə, 5 vaxtsa danışıram. Özümdən orta öyrətdi ki, bulan adamlar məsəl üçün, ola bilər də, hər cürətdə son adamlar. Bir zəif kişidir, bir güclüdür, bir baxışıyordur, bir hər fason var. Hər şey əksinə elə, sən də düzələcək, götürün yoxladım. Məsələn, kimləsə xoşun gəlmir, başqlarının yanına xoşun gəlir. Kimləsə məsələn, danışmaq istəyir, başqlarının yanına danışır.
Hə, nə var? Hər. Adi gecə yad verdilər. Hə, paslet. Yazmadılar. Bunları da danışdım. Evin qarşısına danışdım. Mən bir şey var. Bunu yaz edilən fikirlər ki, sən necə gecə adboy verirdin, telefon söndürdün, evdə otururdular. Yaşıqlar nə oldu, gəldi, sağ olun. Hər. Biraz onları sən yaşadaq, biz də. Həqiqətən də çıxandan sonra oturulan istəkləri eləməmək mən fikrimdir, belə qənaət. Gözəl fikirdir, Hər gözəl. şey əksini eləməyi öyrənməlidir. Çünki biz hər şeylər, mən deyəndir, mən istəyəndir, Aha. bizim kimidir, öyrəşir. Gördün sən Əksini öyrənsək məncə eləməyəcək. gözəl. Sən bu prosesi gəldin 1 aya yaşadın. 1 aya. 1 günə yox, 2 günə, 1 aya. Sonda gəldin qənaətə ki, həqiqətən burada nəsə var və məndə nəsə var, düşüncələr zeyn açılır, yavaş-yavaş başlayırsan düşünməyə, görməyə, ətrafındakılar. Biri deyir, ikisi deyir, axırda düşünürsən, nə oldu bunlar hamısı səhv deyir, mən bir dənə düzəm. O tərzdə düşüncələr səni başlayır dəyişməyə. İstifadə zamanı nəyə görə buna gəlib qənaətə gələ bilmirdin? Onun həyatında istifadə vardı. Onsuz da istifadə səni reallıqdan uzaqlaşdırırdı. Problemləri örtbas eləyirdi ki, problemləri həll elədin, yox. Prosta uzaqlaşdın bir müddətdir. Burada qəbul edəndən sonra problemi başlayırsan onun üzərində, həvəsə gəlirsə, marağa gəlirsən. Bir də insan tiplərindən var da, insan xarakterlərindən də insan tipləri var. Məsələn, əslində 3 tipə bölünür də. Bölünür var aslı. Yox. Sən o birisi tiplərdən danışsan. İntrovert var, ekstravert var, bir də extravert var. Amma məsələn necədir? İnsan var aktivdir. Adam var girdi mərkəzə, amma mən özüm hiperaktiv olmuşam uşaqlıqdan. Mən ayağım, elə bir yerimə öyrənən kimi evdən qaçmışam. Təsəvvür gəlmişik Bülbülədə yaşamışıq, orada qalmışıq. Mən elə bir təzə ayağım açılan kimi evdən qaçmışam. Yəni o qədər hiperaktiv olmuşam. Hara düşmüşəm hər yerə, oradan düşmüşəm, buradan çıxmışam. İnsan da var ki, sakit tipləri. Məsələn, asıllar da elə var, sakit. Məsələn, mən hara düşdüm, reabilitasyon, bütün metodları yoxladım, gördüm qardaş heç biri alınmadı, sonra qəbullandım. İndi ola bilər ki, sənin də tipin olur. Sən də mən baxıram, hiperaktivsən. Gəldin, girən kimi, lüboy bir gün keçdi üstünə, bir dənə müşahidə elədi, deyən ala, bir dənə bunu keçirdim həyatda. Tam keçdin, gördün alma, deyən bir dənə başqa variant. Başlayaq sən senaryoda. Bir dənə bu həyata keçir. Bu həyata sonra bir dənə telefonu ələ keçirim, evdəkilər. Gördün ki, heç bir almır, sonra sakitləşsən. Başlayırsan deyilənləri eləmək. Adam da var, bu neyini? Bu oturur elə gizli inkardadır. Biz onu deyirəm də. Söndürüb. Heyf o insan halına ki 6 ay prosesi keçir. Yalanlar. Amma depressiyada da elə, daxili depressiya yaşayır. Orada. Onu zahiri biruzə vermir. Başa düşürsən? Amma fikirləri onu ki tez bazar vaxtım gəldi, keçsin, mən getməliyəm, mən bilirəm tezdən. Bilirəm, mən ağıllıyam. 6 ay, 180 gün buradasan sən. Yüzünü dərk eləmədisən ki, həqiqətən sən aslı bir insansan. Heyf o insanlara, heyf nə bilim, onunla bağlı doğmaların planları, ümidləri, inamı var. Amma görürsən ki, həqiqətən bu işləmir. Yəni, bu bizim reabilitasiya mərkəzi həyatımızda bir mərhələdir, təcrübə kimi. Özü çox önəmli, vacib bir şey. Ona görə ki, biz neylə mübarizə aparırıq? Öz xəstəliyimizlə. Xəstəliyimizi tanıdıq, inkar elədik, agresiya göstərdik. Sən belə deyirsən, xəstə, çox üçün mən xəstə özünsən zaten, başında elə qurur. Xəstə. Mən xəstə deyirəm, xəstə özünsən. Ego daşı qoymur o sözü bir dənə qəbul eləmək ki, xəstə. Mənəm xəstə. Xəstə bilir, böyrəndə daş olana, mədəsində yara olar, hə, bu xəstədir, hə? Nə bilim, ayağında çiban olar, xəstə. Nə xəstədir, yox. Xəstə nədir? Düşüncələrimiz xəstədir, acam. Hə. Mən də özüm deyim, mənə sağlama o, reabilitasiya gətirən adamlar bir yerdə. Həmənki epizoddur. Mən deyirdim ki, məsələn, sən də sağlamaqsızdın, gətirmişsən. Nə gətirmişsən? Mən 5 il sürokdan çıxmışam, sən mənə gətirmişsən. Mənim dostum var idi. Bizcə 1 il, 2 ay, 1 il, 4 ayda ayığıq dostumla, qabilinə kimi. Bir dənə də dostuma sürokdadır. Bunu gözləyir, çıxsın, bunu götürək. Gəlsin mərkəzə. Bunda evi, eşiyi, heç nə yoxdur. Bu da çıxıb, türmədən çıxıb, oturmuşuq, kafedə pivə içir. Normal, çıxanda da dövlət pul verir axı, sosial adaptasiya. Tutuzdurub 1600 cibində, iş gündən 300-400 manat bir dənə ev tapıb, o bomba kimi. Amma dalın fikirləşmir axı, dalından haraya gedir. Bir amma sağalmaza söhbət edirəm buna, belə. O xəstə özü olan, nə sağalma, mən sağlamam, sapa sağlamam. O boyda sürok yatıb çıxmışam da. Dedim, mənə darıxma, qadın alaram. O üstündən bir ay keçdi və bir dənə Prius götürüb sürür. Üstündən biraz ki, Prius da yoxdur. Sən lütücü. Bir də qoydum, yəni skameykaların üstündə, qara gündə, it günündə yığır mənə ki, mənim 5 manat da. Dedim, mən sənə 3 dəfə atacam pul.
3 dəfə. Ondan sonra məndən 4-cü dəfə pul istəsə mən səni atacam bloka. Elə də oldu. Son axırda neçə aydan sonra gəldi ki, qardaş, sən düz deyirdin. Mən həqiqətən xəstəyəm. Qardaşımız indi Hə, qəşəng də sağalıb, Sağalıb, həyatında da irəliləyir, ev daldı özünə. ev daldı. Ya, proqramını yəni ki, həyatında bərpa elədi. Hər yer. Həqiqətən də onlar Hə. yaşayır. Hə. Sağlıqlı olaraq yaşayanlar olsun nəticədə. Göz açılmalıdır. Sən qüsurun təsdiq var, inatkarlığımıza, təsdiqi sağalmağa göstərdi, inatkarlığını qardaş ayıqlığa göstərdi ki, mən sübut edəcəm ki, mən o adam deyirəm. Mən sübut edəcəm ki, həyatımı bərpa edəcəm. Nə olsun mənim indi 45 yaşım, 50 yaşım var, heç nədir. Amma mən sizə sübut edəcəm ki, mən 2 ilə, 3 ilə hər şeyimi qaytaracam. Əsasən statusumu, hörmətimi, izzətimi, mal, mülk, zat hamısı qaydandır, qardaş. Hörmətim, statusumu qaytaracam. Ona göstərdi də təsdiq. Mən təsdiq gedib içəcəm. Eləyəcəm. Bu təsdiqdir, belə xalaşqalıq deyə belə pis çıxmasın. Təsdiqi bu tərəfə göstərdi. Bu sənin egosentrizmin, hamı mənə borcludur. Empatiya qura bilmirsən axı. Sən ki, sənin həyatındır, həyatındır. Sənin həyatında insanlar səni çox istəyən, sənin həyatında iştirak edən əzizlərin yaxınları var. Sən bir də özünü qoymusan, bunlar sənin ətrafına fırlanmalı. Elə düşüncələr var. Sənin başıma fırlanmalıdır. Övlad mənim başıma fırlanmalıdır. Həyat yoldaşım mənim başıma fırlanmalıdır. Atam, mənim anam, bacım, qardaşım, bütün nəsil mənim başıma. Egosentrizm amma sən bir anlıq yeri gəlsə övladının da başına sən fırlanmalısan. Həyat yoldaşının da, yəni onun da hissləri var, onun da fikirləri, onun da həyat məsuliyyətləri var, onun da əziyyəti var, onun da sənə sualları var ki, qardaş, məni gətirdin evə bədbəxt elədin. Xeyr ola. Xeyr ola da nə sən Əzrailsən, nə bilim ermənisən, killərsən, nəsən də sən mən niyə bədbəxt? Anam bir sual var, qardaş. Mən səni balı pislik elədim, səni dünyaya gətirdim ki, sən mənim axırıma çıxasan, qardaş. Cəllatsan sən, bilək cəllatsan sən, aparaq qoyaq. Nə ölkələr var ki, ki orada cəllatdıq, yəni insan ölümü zadı da, o srok zadı verəndə o qəbullanıb, səni də bir dənə işə götürsün orada cəllatdıq elə. Yəni baş kəs, adam az. Bir adını tap da, bir özünü tap da, qardaş. Egosentrizm xodlamısan, qüsurumu ki, mənə hamı borcludur. Elə şey var. Yox. Və sonu nəyə gəlib çıxırıq, qardaşlar? Yəni, həqiqətən də ancaq sağalma problemi, yəni bizim halda xəstəliyimizi və həqiqətən də həyatımız idarə olmayan, həyata çevrilən zaman ki, biz nəzarəti əlimizdən itirmişik və xəstəliyimiz bizi idarə edir, biz onun qabağında gücsüzük. Onu qəbul edən zamandan şərtsiz halda təslimiyyətdən başlayır. Yəni, siz özünüzdə, hər bir özünüzdə analiz edin. Bu prosesdə siz hardasınız və sizə tövsiyə edirəm tezliklə. Əgər yaşamamsınızsa, bəlkə aranızda noviçoklar var və ya söhbəti yox, zamanla ayıqlığı müddətdən fərqli deyil. Ola bilər ki, də siz bunlar daxilinizdə yaşayırsınız, amma etiraf eləməyə cəsarətiniz çatmır. Hansısa qüsurlarınız, davranışlarınız qoymur sizə bunu etiraf eləməyə ki, həqiqətən də məndə bu proses gedir indi, ya depressiyadayam, yəni də nəsə qəbul etməyim, nəsə mane olur. Yəni tezliklə tövsiyə edirəm ki, bu problemi həqiqətən qəbul eləyəsiniz ki, onsuz da yekunu qəbul etmədir. Yekunu qəbul etmədir. Geci tezi var. Udan qaliblər o insanlar olur ki, bu tezliklə bu prosesi yaşayıb, sonda öz problemini, xəstəliyini qəbul edən insanlar. Qəbullananda rahat olur da, rahatlaşırsan. Çıxış yollarını rahat şəkildə qəbullanmayanda bloklanırsan, oturursan belə. Belə oturuşun zadında belə çəkirsən. Bədən dili ilə. Dilində zadda ki, mən bilirəm, mən bu cə tapdı. Evet. Ya gücün yoxdursa, aparaq həkimə, biraz bioloji sistem qoşur, gücdən ağır bir şeylərdir ki, hərəkət edin. Ya nə bilim, deyirsən belədirsə, yəbinən ip verək sənə, yəni də paltar, 72 sabun ki, cızmasın boğazı adı. Burada yoxdur amma oxuyorsun. Hə, burada yox. Burada yox. Burada çöldə. Sağda. O ki, burada ki, bilirsən, burada məsələn, çıxacam, qurursan ki, gedəcəm, hər şey bomba kimi zat. Getdin, orada gördün ki, alınmır. Görsən, yox, söhbət başqa söhbətdir. O, bayaq dedim, dostum, biz tanışımız necə, bu nəsə deyəm başqadır, mənim gözüm. Orada, hə. Narkotikin, içkin təsir altında, qardaş, evdəkilərə bunu
zülmü verənə kimi stroy materialda var da nə ip, yəni metodlar. bir dənə də paltaryan şey 72 sabun ki, asdı özü cəmaata niyə zülm versin? Niyə utansınlar sənə görə? Övlad utansın, həyat yoldaşı utansın, çölə bayra çıxanməsin, xeyrə şərə, ana utansın. Ana da səninlə bərabər çəkilsin, izolyasiya, depressiya. Depressiv halda. Bəli. O da gedmir də, xeyrə şərə. Qohum əqrabalarımız da bizə görə gedmir ki. Onlar da eyni şeylər baş etmirlər də, yaşayır. Gedərəm harasa, soruşarlar filankəs hardadır? Nə deyərəm? Necədir filankəs? Filankəs də Ağrıda evdə çabalayır pasteldə. Ya nə bilim, türmədədir, ya nə bilim, göndərib rayona ki, Ağrıdan çıxsın, acıdan çıxsın. Nə bilim, ya da Hansısa bir dənə zibili qaynadıb, bunu hələ ki itiriblər aradan, işlərini həll eləsinlər. Vatların problemini həll etməyə faizlər, lambatlar, pullar, gələr. Hardan gəlir heç bilmirsən. Kim hardan tapır, hardan sənin problemləri. Bir şey də olanda, biraz da güclənəndə aqressiya göstərsən, qapı sındırırsan. Çart, şey getdi. Özünü şey göstərsən, Cekcan göstərsən, yazıq qoca ata-ananın yanında Cekcansan da sən. Get bariqanın qapısını sındır, görüm sındıra bilərsən, yaramaz. Vura bilərsən, yumruqsa qapısına. Yox. O pul atırları götürürlər ki, qaqaş gələləmə. Bir də ödün yox deyə getdi ya. Getdi onu görüm sındırdı o qapısını zadı. Yazıq amma ata-ananın yazıq bacı qardaşın nə tər aqressiya göstərir. Yəni öldürərəm az.